problem bu orta aylıq əmək haqqı məsələsidir. Bütün rəsmi rəqəmlərə baxıram, hamısında onu göstərirlər. Orta aylıq əmək haqqı 1300 neçə manatdır. Bu məşhur, çox böyük problem. Məşhur lətifə var. Dolma məsələsi. Dolma kələmlə ya da ki, sən göyərti yeyirsən, mən qatıq içirəm, ortalama biz dolma içirik, buna bənzəyir. Bilirsiniz nədir? Orta aylıq əmək haqqı Azərbaycanda iqtisadi sahələrin sayı bəllidir. Orada işləyən insanların aldığı əmək haqqı bəllidir. Çox sadə üsulla bunları toplayırlar. Sonra sahələr üzrə bölürlər. Amma burada yanlış olan nədir? Məsələn, bizdə ən çox insanlar harada işləyir? Təhsildə. Yəni 270 minə yaxın insan işləyir də təhsildə. Amma onları bir kateqoriya kimi götürürlər. Ən yüksək maaş alanı götürürlər özdə orada. Yəni bir kateqoriya kimi götürürlər. Amma bizdə məsələn, bank sektorunda cəmi 10 min insan işləyir. Amma orada maaş yüksəkdir də təbii. Təbiidir də. Neft sektorunda cəmi 50 minə yaxın insan işləyir, amma orada çox yüksəkdir maaşlar. Məsələn, BP-nin də maaşları ümumiyyətlə çox yüksəkdir. Və bunun ortalamasında görürsən yüksəkdir. Mənim üçün iqtisadçı olaraq da ən maraqlı rəqəm median maaşdır. Bunu hökumət sevmir bu rəqəmi. Median maaş nə deməkdir? Ölkədə muzla çalışanların, yəni əmək müqaviləsi ilə çalışanların yarısı nə qədər maaş alır? Hansı həddə maaş alır? Bizdə bu rəqəm 500 manatı təzə keçib. Yəni ölkədə 1,7 milyondan biraz yuxarı muzla çalışan var. Onların yarısı 500 manata qədər maaş alır. Median maaş mənim üçün çox önəmlidir. Bu hökumətin ən sevmədiyi rəqəmlərdən biridir. Real mənzərəni göstərən də məhz odur. Çünki onunla manipulyasiya etmək mümkün deyil axı. Məsələn, orada bilinir də, çox 7-ci, 8-ci sinif riyaziyyat dərsidir. İqtidai səviyyədə. Bəli, sən bilirsən ki, ölkədə nə qədər işçi var, onların bank hesabları var, bank hesablarına köçürülən maaşlar var. Onları toplayırsan, işçi sayına bölürsən, bilirsən ki, nə qədər ortalama maaş alanlar var. Median maaş alanların sayı bilinir. Bu çox vacib rəqəmdir. Hökumət bunu sevmir. Biz də bunu yadlarına salanda xoşlarına gəlmir. Amma biz hər dəfə bunları yadına salacaq ki, bu median maaş məsələsini orta əmək haqqından daha çox üstün. Heç bir hökumət sevmir, yeri gəlmişkən. Gürcüstanda da sevmirlər, Ermənistanda da, Rusiyada da sevmirlər. Məsələn, Rusiyada ümumiyyətlə Moskvanı, Peterburgu önə çəkirlər ki, 150-170 min rubl maaş var. Halbuki Uraldan o tərəfə insanlar hələ də 25 min, 30 min rubla işləyirlər. Yəni, bax, bu median maaş məsələsi çox ciddi məsələdir.